Salam əziz değerli izleyiciler. Bugün size oxatan bürcünü təqdim edirəm əzizim. Bax əzizim, sizler için bu həftə bir oyanış mərhələsidir. Uzun zamandır belki de içinde saxladığın suallar var, cevaplarını tapa bilmirsən. Doğru yerdəyəm, doğru yolda deyiləm, çox suallar verirsən, iç dünyanla danışırsan, susmaq istəmirsən. Yani artık özünü aldatmaq, başqalarını razı salmaq için susmaq istəmirsən. Ruhun sanki səni sirkələyəcək. Hadisələr sürətli olsa da bir sürət səni qorxutmaq üçün deyil, səni durğunluqdan çıxarmaq üçündür. Bu dövrdə bəzi şeylər əlindən gedə bilər, amma onların yerinə daha da doğrusu gələ bilər sizə. Sən bunu hiss edirsən, sadəcə hələ adını qoya bilmirsən. Daxili gücün artır, amma eyni zamanda əzizim emosional həssaslığın da yüksəlir. Yani bu hayatında zayıflık değil əzizim. İş hayatında da bəzi artıq davam edə bilməyən bəzi məsələlər, uzun müddətdir səni sıxan, ruhunu boğan bir iş, bir mühit, bir məsuliyyət varsa da bunu artıq gizlədə bilmirsən. İçində narazılıq artır, sən bunu hiss edirsən. Bəzi oxatanlarsa iş yerində söz, söhbət, anlaşmamazlıqlar, gizli rəqabətlər ortaya çıxacaq. Amma bu səni zəiflətmək üçün yenə deyirəm deyil, sənin gücünü daha da bərkitmək üçündür, çoxaltmaq üçündür. Yeni təkliflər, fərqli yollar, hətta tam fərqli sahə ilə bağlı düşüncələr ağlına gələ biləcək. Amma tələsmə, qorxma. Sən daha da müstəqil, daha da sərbəst işləməyə doğru aparacaq kainat səni. Əgər müəlliməliyə ya müəllimsənsə, ya məsləhətçisənsə, ya səyahətlə əlaqəli, onlaynla əlaqəli iş və bilik elə bir paylaşımla bağlı sahədəsənsə, şansın əzizim daha da artacaq. Daha da böyüyəcək əzizim şansın. Fürsətlər gələcək. Pul mövzusunda da bax, maddiyyatla xəbərdarlıq. Yəni fürsət gələcək əlinə, amma gözlənməz xərclərin də çıxacaq. Ailə üzvlərlə, evlə bağlı ola bilər. Digər tərəfdənsə qazancın istiqaməti dəyişir. Əvvəllər güvəndiyin mənbələr zəifləyə bilər, amma heç gözləmədiyin yerdən gəlirin açıla bilər. Maddiyyatı, pulvu kimlə paylaşırsan, sirri kimlə paylaşırsan, kimə güvəndiyinə bu həftə diqqət et. Sənə verilən sözlər bu həftə tutulmaya da bilər. Borc vermək, borc almaq məsələsində 2 dəfə düşün. Maddiyyat baxımından çöküş yoxdur, yox. Yenidən bir qurulma var. Pul sənin həyatında məqsədlə yox, vasitə olmalıdır. Bunu dərk etdikcə elə bir ki, bolluq enerjisi, biraz da bolluq bərəkət enerjisi artacaq sizin üçün. Nə etməyinin artıq sən qərarını verdin əzizim. Arzularına, hədəflərinə diqqət edəcəksən. Özünə doğru yönəlirsən. Yaşamalı olan şeyləri yaşadın. Həyatının dibini gördün. Yeni işə, yeni başlanğıc, sıfırdan başlanmaq istəyirsən. Yeni gəlişmələrin ola biləcək. İşlə əlaqəli həll etməli bəzi işlərin ola biləcək. Öz işini görmək istəyəcəksən. Məhkəmə işi gözləyirsən, cavabını gözləyirsən. Fürsət gələcək. Səni sevməyən, arxandan iş görənlər var, sıxıntın var. Bax, məhkəməsi bitməyənlərə gözəl xəbər gələ biləcək. Arxanı dönmüsən. Artıq hər şeyin zamanı gəldi. Yenilənmə ola biləcək. Qazanacaqsan. Düzdür, məhkəmə ilə əlaqəli biraz darıxırsan, amma kimlərəsə də güvənirsən, amma çox da güvənmə. İstədiyin kimi getməyə də bilər bəzilərinizdə. Evlilik həyatında bir ayrılma mı düşündünmü? Amma ayrılıq olmadı, düşüncələr içində oldun. Bir qadın arxandan iş aparır. Sən dəstək gözləyirsən, gözləmədiyindən dəstək alacaqsan. Mədənlə əlaqəli sıxıntı, ya çəkinlə əlaqəli biraz sıxıntın var. Bu həftə yediyinə, içdiyinə diqqət et. Allergiya, zəhərlənmə, streslər, bunlardan biraz diqqət et. Bu aralar biraz taxıntılı ola bilərsən, hər bir şeyə taxılıb əsəbləşə bilərsən, çöldə əsəbləşib, əsəbi evdə tökə bilərsən, övladıva, həyat yoldaşıva və ya təksənsə ailə üzvlərinə tökə bilərsən, güclənəcəksən, güclənib də bəzi işlərin öhdəsindən gələcəksən. Çox yoruldun, yolun açıqdır, enerjin biraz düşükdür, halsızlıqlar olur, arada durğunluqlar olur həyatında. Bəzi insanlara məsafə qoyursan, huzursuzluqları kənara atmaq istəyirsən artıq. Biriləri ailə içindən düşünmədən danışır, diqqət et. Yəni səhvi də var danışdıqlarında bəzən görürsən.
Çox şeyləri atlatdın ailədə, ya mücadilələr çox etdin, vaz keçdin çox şeylərdən. Ailədə biri dırdır edir, artıq yorulursan, çox yorğun olursan. Hətta həyat yoldaşınla sən xoşbaxt olanda ailədə bəlkə də baldızdır, qaynanadır, bəlkə də kimlərinsə eltidir, xoşlarına gəlmir, paxıllıq edir, qısqanclıq edir ki, bu ailədə xoşbaxtlığı istəmirlər olsun. Sevgi həyatında da bəzilərinin maskası düşən bir mərhələdir bu həftə. Münasibətin varsa, sevdiyin insanla, sevgilin varsa, səni böyüdürsə əgər, daha da dərinləşəcək münasibətləriniz. Yox, səni sıxırsa artıq dözə bilməyəcəksən, bir ayrılıq da ola bilər. Ailəli olan oxatanlar açıq söhbətlər ola biləcək, danışılmayan mövzular gündəmə gələ bilər. Düzdür, bəzən çətin olur bəzi söhbətlərinizin arasında, amma sonradan rahatlıq təsirləyəcək sizə. Sevgilisi, həyat yoldaşı olan oxatanlar, qısqanclıq, məsafə, etibar mövzuları ön plana çıxır. Hər şey sənin düşündüyündən çox şey asılıdır. Çalış pozitiv düşün, negativ düşünmə, çox şübhələri bir kənara at ginən. Subay oxatanlarsa çox maraqlı insan qarşınıza gələcək, ruhani bağ hissi olan bir tanışlıq mümkündür. Bu dərhal böyük bir sevgi olmasa da sənin dünya görüşündən bir dəyişəcək. Elə bəlkə də onun dünya görüşündən sənin dünya görüşü dəyişə bilər, biriləri ola bilər. Keçmişdən də biriləri, yəni həyatına gələ bilər, amma bu dəfə sən əvvəlki oxatan deyilsən deyirsən. Ailə içində köhnə incikliklər yenidən gündəmə gələcək. Sanki zamanında deyilən sözlər, edilməyən dəstək, yarımçıq qalan münasibətlər üzə çıxır. Çox şeylərdən qaçırsan. Amma indi qaçmaq lazım deyil əzizim. Şəfa vermək zamanıdır əzizim. Qohumlarla bağlı xəbər, görüş, məsələ səni düşündürəcək. Qonşularda da, çevrəndə də bəzi dəyişikliklər, enerjilər var ki, bəzi qohumlar var ki, sənin enerjini düşürürlər. Dost, yoldaş çevrəndə sənin əsl dost kimdir? Kim sadəcə vərdişdir bu dövrdə? Çox aydın görəcəksən. Az adamla, amma çox daha da səmimi bağlar quracaqsan. Yəni az olsun, saz olsun əzizim. Bəzi məsələlərlə əlaqəli, sağlığınla da əlaqəli biraz özünü ruhən pis hiss edə bilərsən. Tək başına mücadilələr çox etdin. Baş ağrıları tez-tez ola bilər, boyun ağrıları tez-tez ola bilər. Bəzən bir arada, bir dərədə qalırsan. Xəstəxana yolunuz var, bəlkə də ailədən biriləri xəstəxanaya yola apara bilərsiniz, ya özünüz, övladınız da ola bilər. Gözlədiyin xəbər gəlsin deyirsən, yoruldun artıq çox gözləməkdən. Çətinliyə düşdüyün zamanda istədiyin insanlar yanında olmadı, dəstək ola bilmədi. Bəzən qaçıb getmək istədin həyatdan. Hər kəsə yardım etdin, amma o yardımı görə bilmədin. Gözlədiyin xəbər gələcək əzizim. Öz haqlarını qoruyursan. Sənin yanında olacam deyənlər belə yanında qalmadılar. Yəni o qədər söz verənlər oldu, mənəm deyənlər oldu, onlar hamısı yanından qaçdı. Karyeranında itkimi oldu, çöküntümü oldu. Amma L hərfi biriləri sizə əlini uzadacaq. Təəccüb edə bilərsən, bəlkə də gözləmirdin. Tərəzi, xərçəng bürcü varsa da həyatınızda enişli çıxışlı, bəlkə də sevgi yaşadın. Bir işin içindən çıxa bilmədin. İnşallah yavaş-yavaş çıxacaqsan. İtirdiyin maddiyyat oldu. Belə yıxıldığın yerdən, yatdığın yerdən qalxmağı bacardın. Bəzən duyğularını belə itirdin. Yavaş-yavaş qazanc yoluna düşür. Bir sistem var ki, sistemə qoyacaqsan, mərkəzə qoyacaqsan bəzi işlərinizi, ciddi məsələlərə diqqət verəcəksən, yarım qalan işlərini davam etdirmək istəyəcəksən, güclü insanlarla yola çıxacaqsan, radikal qərarlar alacaqsan, yolun açılır əzizim. Güclü insanlardan dəstək gələcək sənə. İtirdiklərin bir şey, bəli, olmuş, tərsə getmiş bəzi işlərin. Artıq meyvələri yığacaqsan. Biriləri manipulə etmək istəyir, arxandan iş görmək istəyir, bəlkə də bir yalan vəd vermək istəyir. Ona diqqət et əzizim. Güvənmə, inanma. Bu həftə sən oxatan üçün ruh və bədən birbaşa əlaqədədir. Daxilində sıxıntı var. Bədən bunu yorğunluğunu, bel, ayaq ağrıları, yoxsuzluq göstərəcək. Özünü yükləmə. Hər şey tək başına çalışdın. Çalış havada, meditasiya et, açıq havada biraz gəzginən. Yuxuların çoxalacaq, tez-tez yuxular görə biləcəksən. Təsadüflərin çoxalması, eyni sözlərin işarəli təkrar-təkrar görməyin boşuna olmayacaq. Sanki kainat səni danışır.
Bəlkə də səninlə danışır. Bunu hiss edə bilmirsən. Əziz ox atan, sən dar çərçivələr üçün yaradılmamısan. Əgər haradasa sıxılırsansa, ora sənin yerin deyil. Əgər qorxursansa, demək orada böyümə var. Hər son bir başlanğıcdır. Bu dövrdə səni yeni bir mərhələyə hazırlayır. Keçmişi bağla, amma kinlə bağlama. Anlayışla bağla. Qarşına çıxan işarələri kiçik sayma. Sən doğru yoldasan, sadəcə yol dəyişkinən. Bəzən takıntı kimi olur səndə, bəzən taxılırsan, bəzən içində şübhələr olur, bəlkə də qarşı tərəfə şübhələr olur və ya həyat yoldaşına, övladına şübhələr olur. Bu şübhələri kənara qoy günən. Övladın sınağı ola biləcək, sınağından biraz sevinəcəksən əzizim, övladından qürur duyanlar ola biləcək. Həyat yoldaşının işi ilə əlaqəli bir təyin ola bilər başqa bir yerə və ya başqa işə keçmək fikrimi var. Biraz məmnun deyil işindən, amma səbr eləsin, işdən özü öz başına çıxmasın əzizim. Bir 4 ay, 5 ay gözləsin, çünki işində bir yeniliklər ola biləcək. Bəziləriniz şirkətlə, firmanla əlaqəli sözləşmə etmişsinizsə, firmanla əlaqəli bəzi məsələləri ortaya çıxa bilərsiniz. Əlinizə açar alırsınız. Ola bilər öz ofisinizi də dəyişə bilərsiniz, iş yerinizi də dəyişə bilərsiniz. İş yerində sizi gözü götürməyən 2 nəfər ayağının altını dartan, yəni çəkən var. Bir kafemi açmışsınız, bir şəxsi iş qurmuşsunuz özünüzə, öz işinizə müdiri həm işçisiniz canım mənim. İş verənsiniz, işçiləriniz də varsa biraz işçilərinizə əsəbləşə bilərsiniz bu həftə. Kreditiniz, borclarınız varsa da inanın buradan gəlir, buradan gedir, çatdıra bilmirsiniz, sıxılırsınız, sıxıntılar içindəsiniz. Çünki işi düz qurmamışsınız. Çalışın, planını, işinizi qurun. Əgər bir şey sizə açmırsa, açdığınız bir yer sizə gəlir gətirmirsə, o gəlir gəlib qapıdan gedirsə, əlinizdə bir şey qalmırsa, əlbəttə ki, fikrinizi, planınızı dəyişməlisiniz artıq. Çünki artıq oradan bir sizə gəlir olmaya bilər. Çünki artıq sizə negativ də yollanmış əzizim. Burada əzizim çox darıxırsınız, sıxılırsınız. İnanın ki, darıxmayın, zamana buraxın, axara buraxın, biraz sakit olun. Çünki siz qəlbi kövrəksiniz, tez axır vaxtlar tez hər şey sizə deyir, küsürsünüz, darıxırsınız, sıxılırsınız. Öz haqqınızı tələb edin. Həyat yoldaşından sənin xoşbəxtliyinə mane olan insanlardan uzaqlaşacaqsan əzizim, məsafə qoyacaqsan. Anidən də 2 dənə yolunuz açılacaq. O yolla da gözəl yol davam edəcəksiniz. Bir dənə gözəl təklif, qısa-qısa, uzun-uzun yollarınız ola biləcək. Gözləmədiyin yerdən qonağınız gələ bilər. Bu həftə evinizə girən çıxana diqqət edin əzizim. Evinizə girən çıxan, dedikodu edən, nə bilim, arxanca danışan, sözü böyüdən biriləri ola bilər. Çox ahı var, yəni nəzəri sizin üzərinizədir. O gedəndən sonra evdə nəsə ya söz-söhbət olacaq, ya da ki, evdə nəysə bir şey bahalı bir əşyanızda sına bilər əzizim. İnşallah ki, bax, yollarınız açılır, zaman lazımdır. Bəzilərinizə 6 aydan sonra yenilikləriniz ola biləcək, darıxmayın. Birinizdən bilmirəm, nəsə yazdırmışsınızmı, iş yerinə yazdırmışsınız, özünüzə mi yazdırmışsınız? Əgər sizə düşmürsə, onu saxlamağın mənası yoxdur əzizim. Yenə də məsləhət özünüzündür. Dualara bağlanın, zikirlər deyin. İnşallah ki, zəfəri siz qazanacaqsınız. Diqqətinizə görə var olun, sağ olun əzizlər.